Salamlar, Axtardığınız Cavablar podkastının ikinci buraxılışına xoş gəlmisiniz. Bu podkast həyatda onu narahat edən mövzuları sorğulayan və bu suallara çox fərqli istiqamətdə cavablar tapmaq istəyənlər üçündür. Mən özüm də bunlardan biriyəm və sizinlə mənə çox məntiqli gələn cavabları paylaşmaq üçün podkastı başlamışam. Bundan əvvəlki mövzumuz münasibətlər haqqında idi. Dinləməmisinizsə mütləq dinləyin, çünki münasibətdə uzun müddətdir həll edə bilmədiyimiz problemlər varsa, bunun əsas təməl səbəblərini o podkastda açıqlamışam. Bu buraxılışda isə özümüzlə olan münasibətimizi müzakirə edəcəyik və əsas sualımız da bundan ibarətdir ki, biz nəyə görə sevdiyimiz insana layiq bilmədiyimiz həyatı özümüz yaşamağa razı oluruq? İlk baxışdan biraz ağır sual kimi səslənə bilər. Əslində isə həqiqətlə üzləşməyə inkişafa aparan ən doğru yoldur. Təbii ki, bu sualın cavabları çox müxtəlif ola bilər. Kimsə bunu əlaqələndirə bilər keçmiş təcrübələrlə, kimsə müxtəlif travmalar və ya da komplekslərlə, kimsə isə sindromlarla əlaqələndirə bilər. Lakin mənə ən məntiqli gələn cavabı ən sadə dillə sizinlə paylaşmaq istəyirəm. Bu cavabı tapmışam oxuduğum bir kitabda və bu kitabda müəllifin özünün aşağı səviyyəli bir həyatdan çox yüksək səviyyəli bir həyata keçirmə hekayəsi haqqındadır. Kitabın adı Kim deyir ki, bacarmazsan, bacararsan adlanır və bu kitabda müəllif öz şəxsi təcrübəsinə əsasən çox doğru saydığım müxtəlif addımları oxucu ilə paylaşır. İlk addım ondan ibarətdir ki, siz inanclarınızı öz həqiqətiniz olaraq qəbul etməməlisiniz. Məsələn, biz daha yaxşı bir münasibətə başlamağa çəkinirik, çünki fikirləşirik ki, biz daha yaxşı münasibətə uyğun xarakterdə insan deyilik və yaxud da hansı yeni bir işə başlamaqdan çəkinirik, düşünürük ki, bizim bacarıqlarımız və biliklərimiz o işə uyğun deyil. Eyni şəkildə bunu həyatın müxtəlif sferalarına aid eləmək olar. Yəni, daha yaxşısına layiq olmadığımız inancından daha aşağı bir həyat tərzinə özümüzü layiq görürük. Və özünü belə həyatda sıxışıb qalmış hiss edənlər üçün müəllif çox yığcam və faydalı bir düstur təklif edir. Bu düsturda da qeyd olunur ki, bizim düşüncə tərzimiz bizim hiss etmə tərzimizi müəyyənləşdirir. Bizim hiss etmə tərzimiz bizim davranış tərzimizi müəyyənləşdirir və bizim davranış tərzimiz bizim həyat tərzimizi müəyyənləşdirir. Buradan da çox sadə bir izah ortaya çıxır ki, bizim düşüncə tərzimiz həyat tərzimizi müəyyənləşdirir. Yəni, bayaq dediyim qeyri-sağlam inanclarımızı dəyişdirmədiyimiz müddətcə həyat səviyyəsində də hər hansı bir yüksəliş əldə edə bilmərik. Bu qeyri-sağlam inanclar heç də hər zaman suyun üzündə olmur. Yəni, biz onlardan həmişə agah olmuruq. Bəzən bir dostumuzla söhbət zamanı ortaya çıxır, bəzən isə biz onları axtarıb tapmalı oluruq. Müəllif burada təklif edir ki, biz qaranlıq inanclarımızla işləmək üçün ilk növbədə istəklərimizi doğru şəkildə bilməliyik. Yəni, istəklərimizin üzərində fokuslansaq, əslində onların reallaşmasına mane olan inancları da tapmış olacaq və burada o belə bir üsul təklif edir ki, bir vərəqi götürüb 4 yerə bölürük və hər bölmə maliyyə vəziyyətimiz, sağlamlığımız, psixoloji vəziyyətimiz və emosional vəziyyətimiz haqqında arzularımızı yazdığımız bölmələr olur. Bu arzuları detallı şəkildə yazdıqdan sonra biz artıq o arzuları oxuyub və onlara çatmamıza mane olan düşüncələrimizi tapmağa çalışırıq. Məsələn, iş həyatından bir nümunə göstərim. Biz fikirləşirik ki, biz əslində qlobal şirkətdə işləmək və daha yüksək əmək qalmaq istəyirik. Sadəcə bu cümləni oxuyanda bizim artıq təşviş ətrafımızı bürüyür və düşünürük ki, biz qlobal şirkətdə işləmək üçün qlobal sertifikatlarımız olmalıdır məsələn. Biz amma bu sertifikatları ala bilmirik, çünki inanmırıq ki, biz bu sertifikatı ala biləcək qədər yaxşı tələbəyik. Və burada artıq biz öz inancımızı tapmış oluruq ki, biz əslində bəlkə keçmişdə yaşadığımız hansısa bir təcrübəyə görə, bəlkə keçmişdə bizə deyilən sözlərə görə qlobal bir sertifikat alacaq qədər ağıllı və yaxud da çalışqan olmadığımıza inanırıq. Deməli, bu bizim inancımızdır. Biz bu inanca uyğun olaraq nə zaman ki bu mövzu ətrafına düşünməyə başlasaq, narahat hiss edirik, bacarmayacağımızı hiss edirik, həvəssiz hiss edirik. Ona görə də hansısa bir addım atmaq istəmirik. Yəni, davranışımızı dəyişib yeni bir yola çıxmaq istəmirik. Və beləliklə də düşüncəmizdə, hisslərimizdə və davranışımızda hər hansı bir dəyişiklik olmadığı üçün biz yenə də bizi narahat edən aşağı həyat səviyyəsində qalmağa davam edirik və bəlkə də sonsuza qədər sadəcə bu istəyimizə bir xəyal olaraq baxmağa davam edirik. Belə bir anda biz sadəcə əvvəlki inancımızı mütləq həqiqət kimi qəbul etməyi dayandırmalıyıq və onu dəyişdirə biləcəyimizə inanmalıyıq. Yəni, biz artıq çalışqan tələbə olmadığımız fikrindən uzaqlaşırıq və bunu dəyişdirə biləcək qədər güclü olduğumuzu qəbul etmiş oluruq. Bu kitabda belə bir cümlə var ki, keçmişiniz vacibdir, amma gələcəyiniz qədər vacib deyil.
Bu çox gözəl bir cümlədir və məndə belə bir fikir yaratdı ki, həqiqətən keçmiş təcrübələrimizə görə gələcəkdəki xəyallarımızdan uzaqlaşırıqsa, bu özümüzə etdiyimiz ən böyük haqsızlıqdır. Ona görə müəllifin təklif elədiyi bu üsulları, bu tapşırıqları eləyərək öz xəyallar siyahımızdakı bütün xəyallara çata bilərik. Mən bu üsulu bir müddət sınayıram və həqiqətən çox yaxşı nəticələr əldə etmişəm. Bu podkastda əslində bu nəticələrdən biridir mənim üçün. Ümid edirəm siz də dinləyəndə ən az mənim qədər faydalana və yeni fikirlər qazana bilərsiniz, yeni cavablar tapa bilərsiniz. Növbəti buraxılışlarda görüşərik. Hələlik.